davasının hakimiyet davası, liderlik davası yok, Azerbaycan davası olduğunu dedi. Resulzade eğer isteseydi, yani ona olunan teklifleri kabul etseydi, hatta Azerbaycan Sovet Respublikası'nın da rəhbəri olabilir. Sonraki merhalelerde onun öz kitabında, yani İhtilal Xatirələri adlı əsəri var. Orada bu meseleleri yazır ki Kalinin, Enver Paşa, başkaları onun hatta nəinki Azərbaycan miqyasında, hatta Sovet İttifaqı, o vaxt yaranmış Sovet dövləti Kreml miqyasında yüksək vəzifə tutması məsələləri müzakirə olunurdu ki, Resulzade təbii ki bunları kabul etmirdi. Çünkü onun davası vəzifə davası, hakimiyyət davası değildi, liderlik davası değildi. Onun davası Azərbaycan davasıydı. Sonraki mərhələlərdə elə Almanya'nın bütün dünyanı tutacağı ictimai düşüncəsi olduğu bir məqamda ona yenə Azərbaycanda hakimiyyətə gəlmək, Almanya'nın proteksiyası altında olan bir Azərbaycan dövlətinə rəhbərlik eləmək də təklif olunmuşdur. O da bunu kabul etmədi. Çünki Resulzade bir ideolog idi. O bilirdi ki, Azərbaycanın təkcə istiqlalı yox, Azərbaycanın həm də demokratik bir, azad bir dövlət olması vacibdir. Yəni, o vaxt belə fikir səslənir ki, Rusiya imperiyası dağılmışdı, hər yerdə respublikalar yarandı. Məsələn, Cənubi Qafqazı götürək. Elə Ermənistan hətta özünü dövlət də elan eləməmişdi. Yəni, açıq şəkildə özlərini bir respublikada elan etməmişdilər. Balaca əraziləri vardı və o bir daşnak hakimiyyəti idi. Yəni, demokratik bir dövlət, demokratik bir hakimiyyət değildi. Gürcüstanda, baxmayaraq ki, orada da istiqlal mücadiləsi var idi, amma Menşevik hakimiyyəti. Yəni, demokratik bir hakimiyyət değildi. Yəni, Bolşeviklər, Menşeviklər, yəni orada da bir Sovet hakimiyyəti hansı bir başka forması kurulmuştu. Ama yegane dövlət Azərbaycan idi ki, orada təkcə müstəqil bir dövlət yox. Yəni, Cənubi Qafqazın əksər ərazilərində 114 min kvadrat kilometr ərazidə yalnız müstəqil dövlət yox, həm də azad dövlət, demokratik dövlət yaranmışdı. Resulzade, Nəcmə xanım burada çox yaxşı qeyd elədi. Yəni, Resulzade, məsələn, jurnalist kimi çok möhtəşəm bir jurnalist idi. Bir çox qəzetlər yaratmışdı, Azərbaycanda bir çox qəzetlər yarattı. Sonra getdi, İran mətbuatının, inqilabi mətbuatının banilərindən biri oldu, İranda olduğu kısa müddətdə baxmayaraq ki, çox gənc yaşlarında oraya getmişdi. Türkiye'də, Polşada, Avropada qəzetlər buraxdı hakimiyyətdən getdikdən sonra, Sovet hakimiyyəti Azərbaycanda qurulduqdan sonra. Yəni, bütün dövrlərdə o Azərbaycan uğrunda mücadelesini bir an belə dayandırmadı. Və mübarizəsi təkcə bir partiya mübarizəsi də değildi. Baxmayaraq ki, Rusyada en büyük eserlerinden biri Musavat Partiyasıdır, Musavat ideologiyasıdır. Ama Azərbaycanda olan, hatta anti-musavatçı mövqedə olan, ama Azərbaycana ümumi olarak xeyir veren ziyalıları müdafiə edirdi, əsərləri müdafiə edirdi. Ədəbiyyat şünas kimi, məsələn, Resulzade'nin Nizami Gəncəvi hakkında monoqrafiyası dahiyanə bir əsərdir. Və Nizami Gəncəvinin özünün bilirsiniz ki, Azərbaycan şairi olmasını mübahisələndirmək istəyirdiler və o mövzuya da yekun vurubdur. Bir publisist kimi, bir yazıcı kimi əsrimizin Siyavuşu əsəri var. Yəni, dahiyanə bir əsərdir onun bu əsəri. Təşkilatlar yaratmaq, təkcə Musavat Partiyasını yaratmadı, Milli Mərkəz yarattı, Kültür Dərnəyi yarattı, başka kurumlar yarattı. Yani təşkilatçılıq qabiliyyəti vardı, idarəçilik qabiliyyəti vardı, natiqlik qabiliyyəti vardı, liderlik qabiliyyəti vardı. İnsanları öz ətrafına və ideya ətrafına toplayabilirdi. Bu mücadilə indi də devam edir. Azərbaycan əslində Resulzade xoşbəxt bir adamdır. Çünkü onun ideyaları həyata keçməkdə devam edir, ama o proses başa çatmıyor. Yani o Resulzade'nin başlattığı proses hele devam ediyor. Yani Şimali Azərbaycan öz ərazi bütövlüyünə nail olub, ama Azərbaycanda demokratik bir dövlət, insan haklarına hürmetle yanaşan bir dövlət, bir seçkili demokratiya mövcud değil. Yani Resulzade'nin əsas ideyalarından biri de buydu ve biz buna nail olmaq uğrunda mübarizə aparırıq. Bu mübarizə devam edir. Resulzade'nin mübarizəsi təkcə Şimali Azərbaycanla bağlı değildi, hem de Cənubi Azərbaycanla bağlı. İndi bilirsiniz ki, Cənubi Azərbaycanda milli məfkurənin bir oyanışı prosesi gedir və orada gelen ümumi prosesler yakın zamanlarda orada büyük bir tarixi hadisələrin baş verməsi
ehtimalları var. Rəsulzadə ideolog kimi dahi bir ideoloq idi. Müsavatçılıq ideologiyasına alternativ ideologiyalar çox axtarıldı. 70 il Sovet ideologiyasını insanların beynine yeritmeye çalıştılar. Bu alınmadı. Sonraki mərhələlərdə xatırlayırsınız 90-cı illərdə Elçibəy hakimiyyəti devrildikdən sonra Azərbaycanda bir ideologiya axtarışı başlanmışdı. Azərbaycan ideologiyasını ortalığa qoymaq istəyirdilər. Çox getdilər, çox axtardılar, çox ideologiyalar irəli sürdülər. Axırda Azərbaycançılığa qayıtdılar ki, Azərbaycançılıq da elə müsavatçılıq ideologiyasının tərkib hissəsində olan bir ideyadır. Yəni bu baxımdan Məhəmməd Əmin Rəsulzadə doğrudan da xoşbəxt bir adamdır ki, onun başlatdığı yol, onun mübarizəsi, onun həyatı, onun əzimkarlığı, fədakarlığı boşa getməyibdir. Yəni böyük bir millətin, nəhəng bir millətin, möhtəşəm bir millətin ümumi ideoloji siyasi xəttinin başlanğıcı Rəsulzadə ilə başlayır. Onun adı ilə bağlıdır. Onun adı ilə bağlı olacaq. İndi Rəsulzadənin adına universitet olmasa da, Rəsulzadənin adına böyük prospektlər olmasa da, Rəsulzadənin abidələri hər yerdə ucaldılmasa da, Rəsulzadənin doğum günü ümummilli bir bayram kimi ölkənin hər yerində bütün Azərbaycanlılar tərəfindən təntənəli şəkildə qeyd olunmasa da, bugün də sorğu keçirsək və bütün dövrlərin ən nüfuzlu şəxsiyyəti kimdir sualını dünyanın hər yerində yaşayan Azərbaycanlılara versək, Məhəmməd Əmin Rəsulzadə yenə onda olacaq. Yəni bu baxımdan çox işlənmiş ifadəni burada təkrar eləmək istəyirəm. Rəsulzadənin abidəsi Azərbaycan xalqının, Azərbaycan gəncliyinin ürəyindədir, qəlbindədir. Allah rəhmət eləsin. Amin. Məkanı cənnət olsun və Allah bizə də, xalqımıza da güc versin ki, onun başlatdığı bu yolu uğurla davam etdirək, uğurla yekunlaşdırək. Allah rəhmət eləsin. Teşekkür ederim. Yani burada Müsavatın rəhbərliyi, üzvləri, ziyalılar cəmləşib və hamının ürəyi doludur. Bilirəm, söz versək, hamı bu barədə qəşəng fikirlər, diqqət cəlb edən fikirlər söyləyəcək. Amma etiraz eləmişsə, ittifaqiyyə ilə